Ümumi giriş kimi sidik yolu infeksiyası nədir desək, sidik yolu iltihabı ilə nəticələnən simptomatik və asimptomatik olmaqla toplayıcı sistemdə və ya sidik hissəsində mikroorqanizmin aşkarlanmasına sidik yolu infeksiyası deyilir. Qısaca olaraq epidemiologiyasından danışsaq, sidik yolu infeksiyaları dünyada ən çox rast gəlinən infeksiyalar sırasındadır və günümüzdə artan antibiotik istifadəsinin əsas səbəblərindən biridir. Bildirilməsi məcburi olan infeksiyalar qrupuna daxil olmasa da, il ərzində aparılmış statistik təhlillər göstərir ki, təxminən 150 milyondan çox sidik yolu infeksiyasına əziyyət çəkən insan sayı qeydə alınmışdır. Amerika Birləşmiş Ştatlarının statistikasına nəzər saldıqda il ərzində 7 milyondan çox sidik yolu infeksiyası halı qeydə alınır ki, bunların da 21%-nin xəstəxananın təcili yardım şöbəsinə müraciət ehtiyacı yaranır və sidik yolu infeksiyasının ağırlaşması hesab olunan kəskin pielonefrit səbəbi ilə il ərzində 100 mindən çox xəstəxanaya yatış qeydə alınmaqdadır və ümumilikdə Amerika səhiyyəsi üçün sidik yolu infeksiyaları təxminən 2,3 milyard dollar civarında bir maliyyə yüküdür. Hər bir qadın həyatında ən azı bir dəfə simptomatik sidik yolu infeksiyasını keçirmə ehtimalı 40-50% olduğu bildirilməkdədir və bunların da 25%-də eyni il ərzində təkrarlanma qeydə alınır. Ümumilikdə sidik yolu infeksiyasının ən yüksək rast gəlmə tezliyinin olduğu yaş aralığı və cins 18-24 yaş arası olan cinsi aktiv qadınlarda bu göstərici maksimaldır. Kişilərdə isə bu bir qədər fərqlidir. Yəni bakteriuriyanın prevalansı 0,1%-in altındadır və həyat boyu kişilərdə rast gəlmə tezliyi təxminən 12% olduğu bildirilir və nəticə olaraq 1-50 yaş arası kişilərdə sidik yolu infeksiyasının rast gəlmə tezliyi 1%-in altındadır. Gənc yaşlarda sidik yolu infeksiyasında qadın-kişi nisbətinə baxdıqda bu qadınlarda daha çox rast gəlinir, təxminən 30 dəfədən çox. 60 yaşdan sonra isə bu göstəricidə ciddi dərəcədə düşmə müşahidə olunur və 65 yaş və üzəri sidik yolu infeksiyasının və ya asimptomatik bakteriuriyanın rast gəlmə tezliyi kişilərdə 10%, qadınlarda isə 20% olduğu bildirilməkdədir. Risk faktorlarına baxdıqda burada cinsə görə bölgü aparılmışdır və hər cinsdə yaşa görə bölgü aparılıb. 50 yaşın altında olan kişilərdə qazanılmış immun çatışmazlıq sindromunun olması, homoseksuallıq və ya partnyorda Escherichia coli kolonizasiyasının olması, sünnət olmama risk faktoru kimi qeyd olunmuşdur və 50 yaşın üzərindəki kişilərdə prostat hipertrofiyası, bildiyimiz kimi prostat kirəsinin müəyyən qədər bakterisid təsiri vardır və 50 yaşın üzərində kişilərdə prostat sekresiyasının azalması, nəcis inkontinansı kimi bildiyimiz mental və funksional pozulma, uretral kateterin olması risk faktoru kimi bildirilmişdir. Qadınlarda risk faktoruna baxdıqda burada da iki mərhələyə bölünmüşdür. Premenopauza və postmenopauza dövrünə. Premenopauza dövründə keçirilmiş sidik yolu infeksiyasının olması, hamiləlik, şəkərli diabet, genetik meyillilik, aşağı sosial-iqtisadi vəziyyət, yeni cinsi partnyorun olması, tez-tez cinsi əlaqənin olması və ya cinsi əlaqə sonrası sidik ifrazının olmaması, spermisisit və bu kimi kontraseptiv vasitələrdən istifadə risk faktoru kimi bildirilmişdir və postmenopauza dövründə laktobasillərin azalması ilə nəticələnən estrogenin azalması, yenə də nəcis inkontinansı kimi mental və ya funksional pozulma, qadınlarda daha çox rast gəlinən sistoselli, rektoselli və sidik hissəsi divertikulu əsas risk faktorları kimi müəyyən olunmuşdur. Ortaq risk faktorlarına baxdıqda, hər iki cinsdə sidik kateterinin olması və ya daş hər hansısa bir törəməyə bağlı obstruksiyanın varlığı, sistoskopiya və ya stent kimi uroloji müdaxilənin və ya alətlərin olması, neyrogen sidik hissəsi, vezikulouretral reflüksun olması, böyrək transplantasiyasının olması ortaq risk faktorları kimi bildirilmişdir. Bildiyimiz kimi sidik yolları infeksiyaları asimptomatik bakteriuriyadan tutmuş, sepsis, septik şoka qədər geniş klinik təzahürlərlə özünü biruzə verə bilər. Amma daha çox tipik əlamətləri simptom olaraq bildirsək, tezləşmiş və ağrılı sidik ifrazı, bulanıq və pis qoxulu sidik, sidikdə qan, suprapubik dolğunluq və ya ağrı, böyrək proyeksiyasında ağrı, sidik qaçırma, hissiyyatın pozulması və ya sidik ifrazında çətinlik, temperatur yüksəkliyi, intoksikasiya əlamətləri,
Pelvik və ya perineal ağrı bu daha çox kişilərdə olur. Tipik simptomlardır. Laborator və radioloji diaqnostikaya baxdıqda əlbəttə infeksion xəstəliklərdə bir sıra laborator diaqnostik metodlar var və demək olar ki, bir çox bioloji materiallar var, amma sidik yolu infeksiyalarında olmazsa olmaz sidik analizidir. Və həm postanalitik mərhələdə e, analiz nəticələrinin klinika ilə birlikdə interpretasiya olunması üçün preanalitik etapda e, mərhələlər düzgün şəkildə olduqda bu daha effektiv olur. Ona görə də düzgün sidik nümunəsi toplanmalıdır. Düzgün sidik nümunəsi nədir? Günün ilk sidiyi ən uyğun sidik nümunəsi hesab olunur. Çünki sidik hissəsində olan bakteriyaların çoxalması üçün zaman olur və bu ən konsentrə sidik hesab olunur. Lakin bu daha da praktik deyil, çünki əksər hallarda analiz verilməsi Ondan həkim verilmə müayinəsindən tutarsan sonra sonra. olduğu üçün Mən Səxavət doktor, çox üzr istəyirəm. Hı? Günel xanım, Günel Orucova, Sulduz Bağışlayın, ne xanım, səsi bağlayın zəhmət olmasa. Ne oradan şey bir daha istersen. Sulduz xanım, telefon, səsi bağlayın zəhmət olmasa. Doktor, buyurun, davam edin siz. Günün ilk sidiyi daha çox praktik olmur, çünki əksər hallarda analiz verilməsi üçün həkim müayinəsindən sonra analiz verilir və belə olduğu halda artıq günün ilk sidiyi ifraz olunmuş olur. Belə olduğu halda minimum 2 saatlıq fasilədən sonra olan sidik nümunəsi uyğun nümunə hesab oluna bilər. Bu nə deməkdir? Yəni sidik hissəsində minimum 2 saat qalmış, yəni sidik ifrazı arasında minimum 2 saat fasilə olduqdan sonra verilən sidik nümunəsi uyğun nümunə hesab olunur və sidik nümunəsi toplanarkən mütləq şəkildə uretral meatusun təmizlənməsi, əgər təmizləmə mümkün olmadıqda orta axım sidik nümunəsi toplanmalıdır və bəzən sidik analizinin verilməsini tezləşdirilmək üçün bol maye qəbul olunması bildirilir, lakin bu tövsiyə olunmur və analiz nümunəsi steril qabda götürülməlidir və steril qabın içinə toxunulmaması tövsiyə olunur. Ümumilikdə 10-50 milli civarında olan sidik nümunəsi yetərli hesab olunur və nümunə toplandıqdan 1 saat ərzində laboratoriyaya çatdırılması məsləhətdir. Bu mümkün olmadıqda müsbət 4 dərəcədə 24 saat ərzində sidik nümunəsi saxlanıla bilər. Biz infeksiya baxımından əlbəttə sidik ümumi analizində infeksion proses zamanı bir çox parametrlərdə dəyişiklik ola bilər, hematuriyası ola bilər, protein yüksəlməsi ola bilər. Bizim üçün daha əhəmiyyətli olan piuriya və bakteriyanın varlığıdır. Nədir piuriya? Sidiyin ümumi analizində leykositin görülməsini tibbi termin olaraq piuriya bildiririk və bunun yoxlanmasının iki metodu var. Mikroskopik daha çox istifadə olunan iki metodu var. Mikroskopik üsul və dipstik metodu. Mikroskopik üsulda sentrifuqa olunmamış sidikdə 10 və üzəri leykositin aşkarlanması əhəmiyyətli piuriya hesab olunur və ya dəqiqədə 2000 dövr olunmaqla 5 dəqiqə ərzində sentrifuqa olunmuş sidikdə 5-10 leykositin görülməsi əhəmiyyətli piuriya hesab olunur. Digər metod dipstik leykosit esteraza testidir. Bu günümüzdə sürətli diaqnostik üsul olması ilə mikroskopik üsulun yerini almaqdadır və sidikdə 10 və üzəri leykosit aşkarlaya bilməsi üçün həssaslıq və spesifiklik göstəricisi müvafiq olaraq 74-96% və 94-98% olmaqla yüksək həssas və spesifik bir metoddur. Bəzən olur ki, sidik yolu simptomları olan bir xəstədə dipstik leykosit esteraza testi mənfi ola bilər. Belə olduğu halda həmin nümunənin mikroskopik üsulla baxılması tövsiyə olunur. Ümumilikdə piuriya qeyri-spesifik bir göstəricidir və simptomatik xəstələrdə daha çox olmaqla həm asimptomatik, həm də simptomatik xəstələrdə rast gəlinə bilər. İnfeksiya ilə yüksək korrelyasiyaçılıq göstərir və piuriya həmişə infeksiya mənasını verməsə də neqativ olması klinisist olaraq bizləri sidik yolu infeksiyasından uzaqlaşdırır. Bir sidik nümunəsində əgər bakteriuriya varsa və piuriya yoxdursa, bunu dəyərləndirərkən mütləq kolonizasiya və ya kontaminasiya məsələləri diqqətimizdə olmalıdır. Steril piuriya nədir? Steril piuriya sidikdə bakteriya olmadığı halda leykositlərin çox olması deməkdir və bu daha çox antibiotik müalicəsi almış olan xəstələrdə və ya qeyri-infeksion xroniki intestinal nefrit, nefrolitiyazis, üroepitelial tümör olduqda da rast gəlinə bilər. Digər infeksion səbəblərdən isə vərəm, xlamidiya, mikoplazma, ureoplazma kimi cinsi yolla keçən infeksiyaların törədicisi olan atipik infeksiyaların varlığında da steril piuriya ilə qarşılaşa bilirik. Bakteriuriya adından göründüyü kimi sidikdə
bakteriyaların olması mənasını verir və burada da mikroskopik və dipstik metodundan istifadə olunur. Sentrifuqa olunmamış, mikroskopik metod kimi sentrifuqa olunmamış təmiz orta axım qram boyalı sidik nümunəsində ən azı bir bakteriyanın aşkarlanması sidinin bakterioloji analizində 10^5 və üzəri koloniya sayına ekvivalent hesab olunur və ya boyalı sentrifuqa edilmiş bir nümunədə bir neçə görmə sahəsində bakteriyanın görülməməsi müvafiq olaraq 10^4-dən az bir bakteriya koloniya sayına uyğundur. Nəticə etibarilə sentrifuqa edilməmiş qram boya ilə bakteriyanın aşkarlanması əhəmiyyətli sayda bakteriyanın aşkarlanması edilməsi üçün asan, sürətli və nisbətən etibarlı bir metoddur. Dipstik metodu burada nitridin aşkarlanmasına əsaslanan və bakteriyanın qeyri-düz aşkarlanmasıdır. Nitrit pozitivliyi nitrat reduktaza ifraz edən Escherichia coli, Proteus mirabilis və Klebsiella kimi bakteriyaların varlığını bildirir. Əlbəttə, burada yanlış neqativlik və ya yanlış pozitivlik ola bilər. 10^3 və aşağısında az sayda bakteriyanın olması və nitrat reduktazı ifraz etməyən daha çox sidik yolu infeksiyalarında rast gəldiyimiz Staphylococcus pseudomonas, B qrupu streptokoklar, Acinetobacter, Enterokok və Candida infeksiyalarının varlığında yanlış neqativlik ola bilər. Yanlış pozitivlik də uroloji praktikada daha çox istifadə olunan analgetik dərman preparatı olan fenozopiridin istifadəsi və ya qida vasitəsi ilə çuğundur, C vitamini və ya C vitamininə zəngin olan qidaların qəbulunda yanlış pozitivlik olması nəzərdə tutulmalıdır. Nəticə olaraq sidin ümumi analizində neqativ leykosit esteraza testi və neqativ nitrit testi sidik yolu infeksiyası olmadığını tam inkar etməsə də bunu deməyə əsas verir. Və pozitiv leykosit esteraza testi və pozitiv nitrit testi 75% həssaslıq və təxminən 82% spesifikliklə sidik yolu infeksiyasının varlığını göstərir. Digər bir analiz bakterioloji analizdir. Sidin bakterioloji analizi bakteriyanın varlığını təsdiqləmək və törədici haqqında antibiotik həssaslıq testini müəyyən etməyə kömək eləyir. Kimlərdə sidin bakterioloji analizini etməliyik, hər kəsdə etməliyikmi sualına daha çox antibiotik rezidentliyi riski olan şəxslər, bundan qarşıdakı slaytda danışacağam və yaşı 65 və üzəri olan simptomatik bütün xəstələr, hamilələr, pielonefrit şübhəsi və ya sepsisi olan xəstələrdə və ya sepsis şübhəsi olan xəstələrdə, sidik yolu infeksiyası olan bütün kişi xəstələrdə, uğursuz antibiotik müalicəsi olan xəstələrdə, təkrarlayan sidik yolu infeksiyalarında və müalicə planlanan kateterli xəstələrdə sidin bakterioloji analizini mütləq götürməliyik. Hamilə olmayan sadə sistit xəstələrində sidin bakterioloji analizini götürməyə ehtiyac yoxdur. Radioloji görüntüləmə metodlarından sidik yolu infeksiyalarında ultrasəs müayinəsi və kontrastlı və kontrastsız olmaqla kompüter tomoqrafiya və ya maqnit rezonans tomoqrafiyadan istifadə oluna bilər. Görüntüləmədə əsas məqsəd müalicəyə cavabı gecikdirə bilən hər hansısa bir obstruksiyanın varlığını müəyyən etməkdən və ya renal və perimenefrik abses kimi ağırlaşmanı müəyyən etməkdən ibarətdir. Nəticə olaraq sidik yolu infeksiyalarında hər xəstədə görüntüləmə mütləq deyil. Mütləq görüntüləməyə göstəriş kimi obstruksiya şübhəsinin olması, sepsis və ya septik şoklu xəstələrdə təcili infeksiya mənbəyi kontroluna ehtiyac olduqda 48-72 saatlıq antibiotik müalicəsinə baxmayaraq simptomlarda ciddi dəyişiklik olmadıqda, müalicədən bir neçə həftə sonra simptomların təkrarlanması hallarında görüntüləməyə ehtiyac vardır. Klinik formalarına və bunun üzərində müalicəyə yanaşmaya gəldikdə, bildiyimiz kimi müxtəlif sidik yolu infeksiyalarında müxtəlif təsnifatlar var. Burada yaşa görə, cinsə görə bölgü var, anatomik orqanın zədələnməsinə görə, yəni sidik hissəsi və ya böyrəklərin, sidik axarlarının zədələnməsinə görə müalicə kriteriyaları vardır. Mən ən son up-to-date-də gördüyüm bu təsnifat üzərindən klinik protokolları uyğunlaşdırmağa çalışdım. Kəskin sadə sistit, kəskin ağırlaşmış sidik yolu infeksiyaları və xüsusi qrup olaraq. Kəskin sadə sistitdə bu demək sidik hissəsi ilə məhdudlaşan sidik yolu infeksiyasıdır və burada simptomlar sistemik simptomlar olmadan dizuriya, tezləşmiş sidik ifrazı, təcili sidiyə getmə hissinin olması, suprabubik ağrı tipik əlamətlərdir. Kəskin ağırlaşmış sistitdə isə burada sidik hissəsindən kənara yayılmış simptomlarla və sistemik şikayətlərlə özünü büruzə verir. Burada daha çox temperaturun 37,7-nin üzərində olması, üşütmə, titrəmə, kəskin halsızlıq, yorğunluq, böyrək proyeksiyasında ağrı,
Kostovertebral açıq həssasiyyəti dediyimiz Pasternatski və ya döyəncləmə simptomunun müsbət olması, kişilərdə pelvik və perineal ağrının olması, bu şikayətlər tək başına və ya sistit şikayətləri ilə birlikdə də ola bilər. Xüsusi qrup kimi isə hamilələr və böyrək transplantasiyası olunmuş resipiyentlərdən danışacağam. Müalicəyə başlamamışdan əvvəl MDR qram neqativ sidik yolu infeksiyaları üçün risk faktorlarını müəyyənləşdirməyi qeyd etmək istədim. Yəni dirəncli bir infeksiyanın olub-olmaması üçün xəstənin risk qrupunda olub-olmadığını müəyyənləşdirməliyik. Bu nədir? Anamnezində son 3 ayda aşağıdakılardan biri olan xəstələr risk qrupuna aiddir. Sidiyin bakterioloji müayinəsində MDR qram neqativ və ya fluoroxinolon rezistent psevdomonas aerogenazanın izolyasiya olunması və 3 ay ərzində xəstəxana yatışının olunması və ya 3 ay ərzində fluoroxinolon, trimetoprim, sulfametoksidazol və geniş spektrli beta-laktamın istifadə olunması və MDR mikroorqanizmlərin çox rast gəlindiyi ərazilərə səyahət. Burada daha çox bilinən ərazilər kimi Hindistandır, Meksikadır, İspaniyadır və İsrail bilinən yüksək endemik ərazi kimi bilinir. Amma bizim ölkəmizdə belə bir prevalans göstəricisi aparılmadığını biz vəziyyəti tam bilə bilmirik. Kəskin sadə sistitdə antibiotik istifadəsinə gəldikdə, hamilə olmayan kəskin sadə sistit keçirən yeniyetmələrdə, yəni yetkin yaş qrupunda birinci seçim kimi nitrofurantoin, trimetoprim, sulfametoksidazol, fosfomisin və pivmesillinam qeyd olunmuşdur. Pivmesillinam bizim ölkədə əlçatanlığı yoxdur. Bildiyim qədərilə apteklərdə satış həyata keçirilmir, amma digərlərinin əlçatanlığı vardır. Burada qarşısında dozaları da qeyd olunmuşdur və müalicə müddəti də qeyd olunmuşdur. Alternativ müalicə kimi digər beta-laktamlar və ən sonuncu alternativ kimi fluoroxinolonlar qeyd olunmuşdur. Düşünürəm ki, bizim ölkədə fluoroxinolon dirənci o qədər də aşağı deyil və ona görə də ilk seçim kimi fluoroxinolon, ciprofloxasin, levofloxasin kimi antibiotiklərə üstünlük verilməməlidir. Müalicəyə cavab reaksiyasının qiymətləndirilməsi. Burada kəskin sadə sistit simptomları adətən müalicə başlandıqdan 48 saat ərzində müalicəyə cavab verir və ilk normallaşan simptom kimi dizüriya simptomudur. Bu hətta antibiotik istifadəsindən bir neçə saat ərzində belə azala bilir. Əgər 48-72 saat empirik antibiotik müalicəsindən sonra simptomlar davam edirsə və ya müalicədən sonrakı bir neçə həftə içində simptomlar təkrarlayan xəstələr mütləq təkrar dəyərləndirilməli və sidiyin bakterioloji müayinəsi olunmalı. Bunun nəticəsində uyğun antibiotik müalicəsi başlanılmalıdır. Simptomlar uyğun antibiotik müalicəsinə baxmayaraq davam edərsə, o zaman uroloji konsultasiya və radioloji müayinə baxımından xəstə dəyərləndirilməlidir. Amerika İnfeksion Xəstəliklər Assosiasiyasının 2022-ci ildə dərc etdiyi 2 rəhbər tövsiyədən danışmaq istəyərdim. Burada beta-laktamaza ifraz edən enterobakteriyalar, karbapenem rezistent asinetobakter və Stenotrofomonas maltofila infeksiyalarında, eyni zamanda beta-laktamaza ifraz edən enterobakteriyalar, qram neqativ, karbapenem rezistent enterobakteriyalar və müalicəsi çətinliyi olan qısacası DTR rezistent psevdomonas aerogenazan ilə bağlı tövsiyə dərc olunmuşdur. Geniş spektrli beta-laktamaza ifraz edən enterobakteriyaların səbəb olduğu sadə sistit müalicəsində əgər həssaslıq varsa, nitrofurantoin, trimetoprim, sulfametoksidazol oral formada istifadə oluna bilər. Və ya xəstədə piperacillin tazobaktam, sefepin başlanılıb, eyni zamanda klinik yaxşılaşma da əldə olunubsa, bu xəstələrdə antibiotikin dəyişdirilməsi və ya uzadılmasına ehtiyac görülmür. Karbapenem rezistent enterobakteriyaların səbəb olduğu sadə sistitin müalicəsində yenə də həssaslıq varsa, ciprofloxasin, levofloxasin və trimetoprim, sulfametoksidazol istifadə oluna bilər. Əgər ertapenem rezistent və meropenem mik dəyəri 1-in altında olmaqla həssasdırsa, bu xəstə qruplarında standart meropenem infuziyasından istifadə oluna bilər. Əgər antibiotik həssaslıq test nəticəsinə əsasən qeyd olunan antibiotiklərin heç birinə həssaslıq yoxdursa, o zaman ceftazidin avibaktam, meropenem vaborbaktam, imipenem silastatin relabaktam və ya 4-cü nəsil sefalosporin olan sefiderikol istifadə oluna bilər. Ceftazidin avibaktamı fərqli rəngdə ona görə qeyd etdim ki, bizim ölkədə bunun əlçatanlığı var, digərləri ilə mən rastlaşmamışam. DTR dediyimiz müalicəsi çətin olan rezistent psevdomonas aerogenazan səbəb olduğu sadə sistitin müalicəsində də ceftalozan tazobaktam, ceftazidin avibaktam, sefiderikol və aminoqlükozid tək doza şəklində istifadə oluna bilər.
Aminoqlikozidlərin tövsiyələrdə effektiv olduğu bildirilsə də tədqiqatlarda bununla bağlı tədqiqatlar azdır. Və yenə də DTR psevdomonas aerogenazlarının səbəb olduğu sadə sistitdə kolistin alternativ seçim kimi istifadə oluna bilər. Kolistinin alternativ seçim kimi istifadə olunmasının səbəbi bu bizim üçün həm rezerv antibiotik istifadə olunur, kimi qəbul olunur, həm də ciddi nefrotoksiki təsirindən dolayı bundan ehtiyatla istifadə edirik. Başqa bir antibakterial preparat kimi fosfamisin, oral formalı fosfamisin ümumiyyətlə tövsiyə olunmur. Çünki fosfamisin, psevdomonas aerogenazada fosfamisinə qarşı rezistentliyə səbəb olacaq spesifik fos ageni mövcuddur. Nə zaman oral müalicə düşünək və nə zaman müalicə müddətini nə qədər müəyyənləşdirək? Əgər antibiotik həssaslıq testinin nəticəsinə əsasən oral formalı hər hansı antibiotik həssaslıq varsa və xəstə hemodinamik olaraq stabildirsə, infeksiya mənbəyi kontrola alınıbsa və ya dərmanın mənimsənilməsi ilə bağlı bağırsaqlarda hər hansısa problem yoxdursa, oral formalı müalicə istifadə edə bilərik. Müalicə müddəti rezistent bakteriyaların səbəb olduğu infeksiyalarda uzun müddətli müalicəyə ehtiyac görülmür. Hamilə olmayan kəskin ağırlaşmış sidik yolu infeksiyalarında müalicə. Burada da xəstələr bir neçə qrupa bölünür. Hospitalizasiya olunmuş xəstələr özü də 2 qrupa bölünür. Reanimasiya ehtiyacı olan kritik xəstələr, kəskin sidik yolu obstruksiyası olan xəstələrdə empirik antibakterial müalicə kimi antipsevdomonal effekti olan imipenem, meropenem və vankomisin istifadə olunması tövsiyə olunur. İlkin baxışda bu çox geniş spektrli antibiotik kombinasiyası kimi görülsə də, antibiotik spektrinin geniş olmasının səbəbi bu kritik xəstə qrupunda yetərsiz antibiotikin yarada biləcəyi risklərdir. Əgər SBL pozitiv mikroorqanizmlərin prevalansının aşağı olduğu ərazilərdə fərdi mederi riskinə əsaslanan kombinasiyalar seçilə bilir deyə bildirilir. Stasionar yatışda olan digər xəstələrdə də 2 qrup yanaşma vardır. Mederi riski olan və ya olmayan xəstələrdə. Əgər xəstədə mederi riski yoxdursa, seftriakson və ya piperacillin tazobaktam kimi antibiotiklər istifadə oluna bilər. Alternativ kimi xinolonlar istifadə oluna bilər. Mederi riski varsa, bu xəstə qrupunda əgər ESBL riski yoxdursa, yəni geniş spektrli beta-laktamaza, ifrazidin etkenlər yoxdursa, burada piperacillin tazobaktam və ya sefepim istifadə oluna bilər. Əgər ESBL riski varsa, o zaman antipsevdomonal effekti olan imipenem, meropenem kimi karbapenemlərdən istifadə olunması tövsiyə olunur. Enterokok şübhəsi olduqda piperacillin tazobaktamın həm enterokok təsiri, həm də digər qram negativlərə təsiri olduğu üçün bu istifadə oluna bilər. Və ya rezistent qram pozitiv bakteriya şübhəsində vankomisin, linezolid və ya daptomisin istifadə oluna bilər. Psevdomonas şübhəsində isə antipsevdomonal effekti olan sefalosporin, piperacillin tazobaktam, sefepim və ya antipsevdomonal effekti olan xinolon istifadə oluna bilər. Ambulator müalicə olunacaq qrupda, burada da əgər mederi riski yoxdursa, xinolon istifadə olunması tövsiyə olunur və ya Escherichia coli xinolon rezistentliyi 10%-in üzərində olduqda, xinolon öncəsi tək doza şəklində seftriakson, ertapenem və gentamisin tövsiyə olunur. Əgər xəstədə mederi riski yoxdursa və eyni zamanda xinolon istifadə oluna bilmirsə hər hansısa bir səbəbdən, o zaman uzun təsirli parenteral agent kimi tək doza şəklində seftriakson, ertapenem və gentamisin istifadə olunaraqdan davamı olaraq trimetoprim, sulfametaksazol, amoxasilin klavnonat və 3-cü nəsil oral sefalosporin olan sefpodoksim istifadə oluna bilər. Əgər xəstənin sistemik xəstəliyi və ya ciddi xəstəlik baxımından risk qrupundadırsa, antibiotik həssaslıq test nəticəsi bilinənə qədər parenteral preparatla davam olunması tövsiyə olunur. Əgər xəstədə mederi riski varsa, o zaman tək doza ertapenem istifadə edib ardını xinolonla davam edə bilərik. Xəstə az öncə dediyim kimi hər hansısa səbəbdən ya xinolon qəbul edə bilmirsə və ya xinolona rezistentlik baxımından risk qrupundadırsa, o zaman antibiotik həssaslıq test nəticəsi bilinənə qədər ertapenemlə davam olunması tövsiyə olunur. Karbapenem rezistent enterobakteriyaların səbəb olduğu ağırlaşmış sidik yolu infeksiyalarında və ya piyelonefritin müalicəsində. Burada da siprofloksasin, levofloksasin, trimetoprim, sulfametaksazol istifadəsi tövsiyə olunur və meropenem miq dəyərinin 1-in altında olmaqla həssasdırsa, standart meropenem infuziyası tövsiyə olunur.
Öncəki slaytda qeyd etdiyim kimi, əgər həssaslıq yoxdursa, burada da ceftazidin avibaktam, meropenem vabrbaktam və imipenem silastatin relabaktam sefidrikol istifadə oluna bilər. DTR psevdomonas aerogenazanın səbəb olduğu ağırlaşmış sistit və pielonefrit müalicəsində də ceftalozom tazobaktam, ceftazidin avibaktam, imipenem silastatin relabaktam və sefidrikol tövsiyə olunur. GSB-li enterokokların səbəb olduğu ağırlaşmış sistit və pielonefrit müalicəsində ertapenem, meropenem, imipenem silastatin və həssasdırsa siprofloksasisin, levofloksasisin və trimetopium sulfamethoxazol tövsiyə olunur. Böyrək transplantasiya olunmuş xəstələrdə sidik yolu infeksiyasına yanaşma. Bu xəstə qrupunda mütləq sidiyin ümumi analizi ilə yanaşı bakterioloji müayinəsi də olunmalıdır. Empirik antibiotik seçimi olaraq xenolonlar, 3-cü nəsil sefalosporinlər oral formalı, amoksisilin, klavulonat və nitrofurantoin tövsiyə olunur. Yekun müalicə antibiotik həssaslıq testinin nəticəsinə əsasən aparılmalıdır və müalicə müddətinə gəldikdə, əgər transplantasiya sonrası ilk 6 ayda sistit baş veribsə, 10-14 gün, transplantasiyadan 6 ay sonraki müddətdə sadə sistit baş veribsə, bu xəstələrdə 5-7 gün müalicə müddəti yetərli hesab olunur. Böyrək transplantasiya olunmuş ağırlaşmış sidik yolu infeksiyası olan xəstələrdə burada mütləq antibiotik həssaslıq testinin nəticəsi bilinənə qədər Pseudomonas aerogenaza, gram negativ mikroorqanizmlər və enterokoklar əhatə olunmalıdır və müalicə müddəti 14-21 gün tövsiyə olunur. Simptomlar düzəldikdən və antibiotik həssaslıq test nəticəsinə əsasən IV müalicə uyğun peroral müalicəyə dəyişdirilə bilər. Ümumilikdə fluoroxinolon, xüsusilə də siprofloksasinlərin böyrək transplantasiya olunmuş xəstələrdə immunosupressiv dərman kimi istifadə olunan kalsinörin inhibitorları ilə qarşılıqlı təsirləri vardır və bu müalicə zamanı mütləq xəstəni transplantasiya baxımından izləyən nefroloqla birlikdə kalsinörin inhibitorunun dozunun azalması və ya xəstənin yaxın təqibdə olunması diqqətdə saxlanılmalıdır. Digər xəstə qrupu olan kateterlə bağlı olan sidik yolu infeksiyalarında, burada yanaşma ağırlaşmış sidik yolu infeksiyalarında olduğu kimidir. Optimal müalicə müddəti tövsiyələrdə net olaraq bilinməsə də, ümumilikdə 7-10 gün olduğu yetərli ola biləcəyi bildirilir və mümkündürsə kateterin çıxarılması tövsiyə olunur. Əgər mümkün deyilsə, mütləq antibakterial müalicənin başlanğıcında kateterin dəyişdirilməsi tövsiyə olunur. Digər bir xəstə qrupları olan asimptomatik bakteriuriya. Nədir asimptomatik bakteriuriya? Asimptomatik bakteriuriya sidik yolu infeksiyasına aid əlamət və simptomların olmaması ilə piuriyanın olub-olmamasından asılı olmayaraq sidikdə 10^5 koloniya sayı ilə bir və ya bir neçə bakteriyanın aşkarlanmasına asimptomatik bakteriuriya deyilir. Və bununla bağlı daha çox istifadə olunan əsas tövsiyələr 2005-ci ildə İTSA tərəfindən dərc olunmuş tövsiyə idi və 2019-cu ildə buna bir yeniləmə gətirildi və mən bundan sonra həmin tövsiyə əsasında danışmağa çalışacağam. Asimptomatik bakteriuriyanın diaqnostikasında əgər asimptomatik qadında 2 dəfə sidiyin bakterioloji müayinəsində 10^5 və üzəri koloniya sayında bakteriya inkişaf eləyibsə və ya kişidə bir dəfə sidiyin bakterioloji müayinəsində 10^5 və üzəri koloniya sayında bakteriya aşkarlanıbsa və ya qadında və kişidə qalıcı kateterdən alınmış sidiyin bakterioloji müayinəsində bir dəfə 10^5-in üzərində bir koloniya sayı aşkarlanıbsa və ya taxılıb çıxarılan kateterdən alınan tək sidik nümunəsində 10^2 və üzəri bakteriya koloniyasının aşkarlanması asimptomatik bakteriuriya deməyə bizi əsas verir. Asimptomatik bakteriuriyada nə üçün müalicə edək, nə üçün müalicə etməyək, etsək nə olar, etməsək nə olar sualları çıxır ortaya. Müalicə etməsək, yüksək ehtimalla spontan yaxşılaşma baş verəcəkdir və ya asimptomatik bakteriuriya eyni və ya yeni bir etioloji agentlə davam edəcəkdir və ən az ehtimalla sidik yolu infeksiyasına keçmə ehtimalı vardır. Bəs müalicə etsək nə olar? Antibiotiklərin yan təsirləri ilə qarşılaşa bilərik və günümüzdə qarşılaşdığımız ən ciddi problem olan rezistent bakteriyalarla reinfeksiya baş verə bilər. Dərmanların qarşılıqlı təsiri ola bilər, hansı ki, bəzi xəstə qruplarında yanaşı dərman istifadəsi ola bilir. Antibiotiklərin təsirindən Clostridoides difficile diareyası, bakterial vaginoz və ya vaginal kandidoz ola bilər. Nəticə etibarilə xəstədə həyat keyfiyyətinin düşməsinə və əlavə maddi yükə səbəb ola bilərik.
Asimptomatik bakteriyuriya ya da piuriya, bu piuriya müxtəlif xəstə qruplarında müxtəlif rast gəlmə tezlikləri qeyd olunmuşdur və piuriya nəticə etibarı ilə istər tək başına piuriyanın olması, yəni steril piuriya və ya asimptomatik xəstələrdə piuriyanın olması antibiotik istifadəsinə göstəriş hesab olunmur. Digər xəstə qrupları olan hamilələrdə asimptomatik bakteriyuriya, hamilənin ilk trimestrində müalicə olunmamış asimptomatik bakteriyuriyası olan qadınların təxminən 20-30%-də hamiləliyin qarşıdakı zamanlarında kəsin simptomatik pielonefrit yaranır. Hamiləliyin ilk trimestrində asimptomatik bakteriyuriyası olmayan qadınlarda isə kəsin sidik yolu infeksiyasının inkişaf etmə ehtimalı 1%-in altındadır. Nəticə olaraq asimptomatik bakteriyuriyalı hamiləliyin erkən dövründə aşkarlanıb müalicə edildiyində pielonefritin yaranma riski 80% azaldığı tədqiqatlarda bildirilmişdir. Hamilələrdə asimptomatik bakteriyanın müalicəsi mütləq ilk sidiyin bakterioloji analizi hamiləliyin 12-ci, 16-cı həftəsində yoxlanılmalıdır və əgər xəstədə pielonefrit yoxdursa, müalicə müddətinin 4-7 gün olunması tövsiyə olunur. Qısa müddətli antibakterial müalicə tövsiyə olunmur və 2005-ci ildə bu xəstələrdə hamiləliyin qarşıdakı zamanlarında aylıq bakteriyuriyanın təqib olunması tövsiyə olunurdu. Amma 2019-cu il tövsiyəsində bununla bağlı hər hansısa et və ya etmədiyə bir tövsiyədə bildirilmir. Və hamilələrdə həssaslığın aşağı olması səbəbindən sidin ümumi analizi ilə skrininq tövsiyə olunmur. Uroloji prosedurlar və asimptomatik bakteriyuriya, turprostat əməliyyatı və ya transuretral sidik kisəsi ilə bağlı aparılan əməliyyatlarda, litotripsiyada, uretroskopiyada, perkutan litotripsiya kimi mukozal zədələnmə ola biləcək uroloji prosedurlardan əvvəl mütləq asimptomatik bakteriyuriyanın skrininqinin və müalicəsinin tövsiyə olunur. Nefrostoma tüpləri və uretral stentlərin yerləşdirilməsi və dəyişdirilməsindən əvvəl isə asimptomatik bakteriyuriyanın skrininqi və müalicəsi ilə bağlı fərqli fikirlər var. İTSA 2019-da hər hansısa bir tövsiyə qeyd etmir, yəni yoxla, yoxlama deyə bir fikir bildirmir. Avropa Uroloji Assosiasiyası isə infeksion ağırlaşma baxımından riskli qəbul edərək 2020-ci ildə dərc elədiyi tövsiyədə bu xəstə qrupunda asimptomatik bakteriyanın skrininqini və müalicəsini tövsiyə edir. İTSA-nın 2019-cu ildəki tövsiyəsində asimptomatik bakteriyanın skrininqi və müalicəsi ilə bağlı xəstə qruplarında yalnız hamilələrdə və endouroloji prosedur keçirən xəstələrdə skrininqini və müalicəsini tövsiyə eləyir. Endouroloji prosedur keçirən xəstələrdə qısa müddətli antibiotik müalicəsi tövsiyə olunur. Yəni 1 və ya 2 doza, o da prosedurdan 30-60 dəqiqə əvvəl başlanılmasını tövsiyə edilir. Burada əsas məqsəd həmin bakteriyanın sidik yollarından eradikasiya edilməsi deyil, sadəcə olaraq bakteremiyanın önlənməsi üçün müalicə olunmasını tövsiyə eləyir. Digər xəstə qruplarında isə skrininqini və müalicəsini tövsiyə eləmir. Yüksək riskli netropeniyası olan xəstələr, bunlar immunosuppressiya baxımından riskli qrup hesab olunurlar. Bu qrupda da hər hansısa bir tövsiyə bildirmir, bunu klinisistin belə deyək qərarına buraxır. Digər xəstə qrupları asimptomatik kandiduriyadır. Kandiduriyada risk faktorları daha çox irəli yaş, qadın cinsiyyətinin olması, diabetin olması, davamlı sidik kateterinin olması, antibiotik istifadəsi və keçirilmiş əməliyyat risk faktoru kimi bildirilmişdir. Asimptomatik xəstədə kandiduriya daha çox kolonizasiyanın olduğunu göstərir və altda yatan risk faktorunun aradan qaldırılması ilə kandiduriyanın aradan qalxması üçün kifayət edir. Buna görə də bütün asimptomatik kandiduriyalı xəstələrə müalicə verilməsi tövsiyə olunmur. Yalnız müalicə göstəriş kimi netropenik xəstələr, aşağı çəki ilə doğulmuş uşaqlar, yəni 1.5 kiloqramın altında olan uşaqlar və uroloji prosedur tətbiq olunacaq xəstələr. Kandidaya bağlı sidik yolu infeksiyalarında sistit, pielonefrit və sidikdə göbələk topları olan xəstələrdə yanaşma necə olmalıdır? Sistit olan xəstə qrupunda əgər flukonazola həssasdırsa, o zaman 200 mg-dan bir dəfə olmaqla oral formalı 2 həftəlik müalicə tövsiyə olunur. Əgər flukonazola rezident digər Glabrata və ya Kruzey kimi kandida növləri aşkarlanıbsa, o zaman amfotersin B deoksikalatla müalicə olunmasını tövsiyə olunur.
Mümkündürsə qalıcı sidik kateteri risk faktoru olduğuna görə az öncəki slaydda dediyim kimi çıxarılmalıdır və flukonazol rezistent olduğu hallarda amfotersin B-deoksikolatla hazırlanmış məhlul ilə 5 gün müddətində sidik hissəsinin irriqasiyası tövsiyə olunur. Pielonefrit olan xəstələrdə günlük 200-400 mq olmaqla 2 həftə boyunca flukonazol müalicəsi tövsiyə olunur. Burada da flukonazola rezident hal varsa, az öncə dediyim kimi yanaşılmasını tövsiyə edir. Obstruksiya varsa mütləq aradan qaldırılmalıdır və ya xəstədə nefrostoma və ya stendi olan xəstələrdə çıxarılması və dəyişdirilməsi tövsiyə olunur. Sidikdə göbələk topları olan xəstə qruplarında mütləq cərrahi olaraq çıxarılması lazımdır. Antifungal müalicə pielonefritdə olduğu kimidir və müddət olaraq göbələk topu çıxarılana və simptomlar düzələnə qədər davam olunması tövsiyə olunur. Nefrostoması varsa, sistemik antifungal müalicəyə əlavə olaraq amfotersin B deoksikolatla hazırlanmış məhlulla irriqasiya tövsiyə olunur. Ümumilikdə baxdıqda sidik yolu infeksiyası ilk baxışda sadə bir mövzu kimi görünür, amma biz gündəlik praktikada bu xəstə qrupları ilə qarşılaşırıq. Və burada slaydda da çıxışda qeyd etdiyim kimi bir çox xəstə qrupları var. Cinslərə görə bölgü var, asimptomatik bakteriyası var, kəskin sadə sistit, ağırlaşmış xəstə qrupları, hamilələr və bu qrupları artıra bilərik. Zamanımız az olduğuna görə biraz elmi araşdırmalara çox yer ayırmadım, ümumiyyətlə yer ayırmadım daha doğrusu. Və mövzuda toxunmadığım hissə təkrarlayan sidik yolu infeksiyalardır. Əgər bununla bağlı hər hansısa bir fikirlər və ya suallar olarsa qarşılıqlı müzakirə edərik. Diqqətiniz üçün təşəkkürlər. Çox sağ olun, Səxavət həkim. Mənə elə gəlir ki, həmkarlarım da məndən razı olar ki, Səxavət həkim çox, belə deyək, konkret, amma çox geniş məlumat verdi. Mən ən azından belə düşünürəm. Birinci təşəkkür edirik sizə. Çox sağ olun. Gözəl prezentasiya hazırlamışsınız. Təşəkkür edirəm. İnşallah təkrar vebinarlar olar. Onda da biz sizinlə yenidən bu mövzulara qayıdarıq. Mən icazənizlə təşəkkürdən sonra suallara keçmək istəyərdim. Keçək interaktiv sitəyə və baxaq görək həkimlərimiz bizə nə suallar verdilər. Demək, birincisi Etibar Süleymanov salamlar, uğurlar yazır. Çox sağ olun. Etibar həkim, Vasif həkim, salamlayıram Vasif həkimi. Bizim İctimai Birliyin sədri Vasif həkim salam və uğurlar arzulayır. Təşəkkür edirik. Bu mənim yazılarımdır. Yeri gəlmişkən mən hər kəsə bir xahiş edim. Webinar gedən zaman xahiş edirik səsləri bağlayın ki, o məruzəçiyə və dinləyənlərə mane olur. Biraz buna diqqətli olaq, səsimizi bağlayaq və sonra qulaq asaq, səsi və videonu. Ona görə mən bir neçə dəfə yazırdım. Günel Orucova belə bir sual verir, Səxavət həkim. Axşamınız xeyir. Mən bilmək istəyirəm, sistitə peyvənd vurulmağı düzgündürmü? Düzgündürmü və sistitin peyvəndi varmı? Sistit, mən özüm giriş edeyim. Sistit dediyimiz sidik hissəsinin iltihabi xəstəliyidir. Amma iltihabi xəstəliklərə peyvənd vurulmur. Buyurun, siz cavab verin, Səxavət həkim. İlk olaraq sual üçün təşəkkür edirəm. Təkrarlayan sidik yolu infeksiyalarında peyvəndləmə deyilən bir yanaşma var. Bununla bağlı satışda olan, bizim ölkədə çox da əl çatan olmasa da ehtiyac olduğunda tapılan peyvəndlər var. Ümumilikdə dünyada sidik yolu infeksiyasında, təkrarlayan sidik yolu infeksiyasında istifadə olunan peyvəndlər bu gün üçün bildiyimiz OM89-dur, Urovakdır, Solko Urovakdır, Strovakdır və Uromin deyilən peyvəndlər var. Bunların istifadəsi də müxtəlifdir. Bəziləri oral kapsul formasındadır, bəziləri vaginal formasındadır, bəziləri parenteral formasında və ya sublingual dediyimiz dilaltı qoyula bilən peyvəndlərdir və bunların tərkibindəki törədiciyə görə də fərqlidir. Yəni
Escherichia coli'nin müxtəlif ştamları var, Klebsiella var. Şəxsi praktikamda istifadə etməmişəm. Tövsiyələrdə də bununla bağlı konkret tövsiyələr yoxdur. Çünki bununla bağlı olan araşdırmalar hələ ki tam araşdırma yekunlaşmayıb və faz mərhələlərindədir, belə deyək. Avropa Uroloji Assosiasiyasının tövsiyə elədiyi var. Onların tövsiyəsində 1089 deyilən 18 Escherichia coli'nin 18 serotipini əhatə edən bir peyvənd var. Bizim ölkəmizdə istifadə edən doktorlarımız var. Biz gündəlikdə müzakirə zamanı istifadə edən həkimlərimiz var və bu Strovak deyilən bir peyvənd var, onu istifadə olunur. 2 həftə ara ilə istifadə olunur və 3 doza vurula bilir. Bu məsələni kökündən həll edirmi? Kökündən həll etmir, amma ataklar arasındakı müddəti uzada bilir və simptomları azalda bilir. Bəli, belə bir təcrübə var. Sağ olun, ətraflı məlumat üçün. Gülzar həkim belə bir sual verir. Sizə bu geniş məlumat üçün təşəkkür edirəm. Sualım, bizə tez-tez sidik qaçırma şikayəti ilə, yəni düzürüyə şikayətlərlə qadınlar müraciət edirlər. İnfeksionistin bu simptoma yanaşmasına münasibət bildirmənizi xahiş edirəm. Sidik qaçırma şikayəti kəskin sadə sistitin şikayətləri arasında ola bilər. Bəli. Amma burada bu daha çox yaşlı qadınlarda rast gəlinir və mütləq altda yatan uroginekoloji səbəb müəyyənləşdirilməlidir. Çünki bunlarda sistoselinin olma ehtimalı olur, bəzən rektosel olur. Mütləq bu belə deyək də simptomları yaradacaq digər anatomik pozğunluqlar, səbəblər araşdırılmalıdır. Eyni zamanda əlbəttə sidik yolu infeksiyasında dediyimiz kimi olmazsa olmaz olan sidik analizi nümunəsinə baxılmalıdır. Əgər digər anatomik problemlər yoxdursa və ya fiziolojik pozuntular yoxdursa və sidik analizində də infeksiyanı dəstəkləyən dəyişikliklər varsa, bu xəstə qrupunda sidik yolu infeksiyası kimi yanaşılıb müalicə olunmalıdır. Əgər müalicə olunduqdan sonra laborator göstəricilərdə infeksion göstəricilər geriləyirsə və simptomlarda düzəlmə yoxdursa, mütləq bu xəstə təkrarı olaraq uroloq və ya ginekoloq tərəfindən dəyərləndirilməlidir. Çox sağ olun, Sərhat həkim. Burada bir münasibət bildirim. İndi siz gəncsiniz. Əvvəllər, yəni evolyusiya baxımından necə olur? Bu sidik yollar infeksiyalarına yanaşma hansı mütəxəssislər tərəfindən olub? Əvvəllər sidik yollar infeksiyalarına belə deyək, əsasən uroloqlar belə deyək, müalicə edirdilər bir neçə 10 illik bundan öncə. Nə zaman ki artıq təbabət inkişaf elədi, demək, həkimlər başladı, sonra mütəxəssislər, infeksionistlər artıq bu sahədə daha da ixtisaslaşdılar. Ondan sonra infeksionistə müraciət etmələr başladı. Hal-hazırda necədir? Yerlərdə və poliklinik şəraitdə buna infeksionistlər yox, daha çox terapevtlər, cərrahlar, bəzən uroloqlar müalicə edirlər. Amma infeksionistə müraciət o qədər çox deyil. İnfeksionistə nə zaman müraciət edirlər? Nəticə alınmayanda və yaxud xəstənin durumu ciddi olanda. Məsəl üçün, mənim buradan sizə belə bir sualım olacaq. Dəfələrlə uroloqlar tərəfindən mənə xəstə yönəldilib sidik yollar infeksiyalarına görə. Hansı ki, uroloqlar bir neçə müdaxilədə tur eliblər və yaxud stent qoyulub, stent ola müraciət edirlər. Siz bayaq dediyiniz asimptomatik bakteriuriya şəklində xəstələrdə aşkar olunur, 10^5 üstündə koloniya sayılı və bunu bir neçə dəfə belə deyək, cəhd edir uroloqlar. Müalicə edib aradan qaldıra bilməyəndə sonraki yanaşmanı bilmədikləri üçün bizə yönəldirlər. Biz isə bunu başa saldığında ki, bunu çox ciddi bir müdaxilə olunmamalıdır asimptomatik bakteriuriya. Çünki dediniz o həm avantajlarını, həm dezavantajlarını sadaladınız. Onlar bir növ qəbul etmirlər bu bizim yanaşmamızı, bizim qərarlarımızı. Siz də təkrar bu münasibətinizi bizə uroloq və ya terapevtlər müraciət edir. Qulaq asırlarmı? Əgər dediyimiz kimi mukozal zədələnmə baş verə biləcək hər hansısa bir uroloji prosedur
tətbiq olunacaqsa, asimptomatik bakteriyası olan xəstə qruplarında əgər bu müdaxilə planlı əməliyyatdırsa, planlı müdaxilədirsə, mütləq müdaxilə öncəsində antibiotika bakterioloji müayinə aparılmalı və antibiotika həssaslıq testi müəyyənləşdirilməli və etioloji faktor müəyyənləşdirilməlidir və əgər xəstənin heç bir şikayəti yoxdursa, sadəcə və sadəcə asimptomatik bakteriuriyadır, yəni adam heç bir şikayəti yoxdur, sadəcə CD-nin ümumi analizində bol miqdarda bakteriya və leykositlər ola da bilər, olmaya da bilər. Bu xəstə qrupudursa, tövsiyələr bu xəstə qrupunda prosedurdan 30-60 dəqiqə əvvəl antibiotika həssaslıq testinə əsasən seçim dərman preparatı ilə 1 və ya 2 doza əlbəttə həmin seçdiyimiz dərmanın dozalanmasına müvafiq olaraq təyinat olunmasını tövsiyə edirlər. Əgər xəstənin heç bir şikayəti yoxdursa və heç bir uroloji müdaxilə də olmayacaqsa, bu xəstə qrupunda hər hansı bir müalicəyə və şikayəti olmadığı müddətcə skrininqə də tövsiyə olunmur. Çox sağ olun. Təşəkkür edirəm. Məhəbbət həkim təşəkkür edir. Eyni zamanda sizə Könül həkim təşəkkür edir. Ülkər həkim, Firəngiz həkim. Sağ olsunlar. Bir həkimimiz adı qeyd olunmayıb, belə bir əlavə sual vermək istəyirəm. Pasientdə hər yaz aylarında böyrək daşları əmələ gəlir. Daşın ölçüləri 5-10 mm arası dəyişir. Nə deyərdiniz bu haqda? Əlbəttə, urolitiazis başqa səbəblərdən də ola bilər və burada uroloqun yanaşması mütləqdir və daha çox bu metabolik məsələlərlə əlaqələndirilir. Amma infeksiya baxımından, əgər bir xəstədə təkrarlayan sidik yolu infeksiyaları varsa, burada mütləq daş məsələsinin olub-olmadığını müəyyənləşdirmək lazımdır. Bir. İkincisi, Proteus vulgaris dediyimiz bir infeksiya var ki, belə deyək, bakteriya var ki, bu daşı olan xəstələrdə daha çox rast gəlinən bir etkəndir və daşı olan xəstələrdə təkrarlayan sidik yolu infeksiyalarının törədicilərindəndir. Amma bir xəstədə daş yoxdursa və yaxud daşı var, daş düşürür, müayinələr zamanı hər hansı bir daş aşkarlanmır, 3 ay, 5 ay sonra təkrar bu adamda daş yaranırsa, bunun bu gün üçün hər hansı bir infeksiya ilə əlaqəli olması ilə bağlı bir məlumatım yoxdur, bildiyim qədərilə də yoxdur. Demək, Günel xanım, Misri xanım təşəkkür edirlər. Bir həkimimiz adı qeyd olunmayıb, belə bir sual verir. Doktor, sidikdə çox bakteriyanın çıxması normaldırmı? Yəni, yəqin ki, bir neçə bakteriyadan da. Bu barədə fikrinizi bildirin. Əgər sidin ümumi analizində bakteriuriyadan danışırıqsa, mütləq burada sidin nümunəsinin toplanması məsələsinə, xüsusən qadın xəstə qruplarında önəm verilməlidir. Yəni, şərtlərə əməl olunaraqdan sidin nümunəsi toplanmalıdır. Yox, əgər sidin bakterioloji analizində bir neçə etioloji agent, belə deyək də, bakteriya inkişaf edirsə, bu mümkündür, ola bilir. Bir və ya bir neçə bakteriya ola bilər. Burada antibakterial yanaşma necə olmalıdır? Antibakterial yanaşma hər iki etkənə görə qoyulmuş antibiotika həssaslıq testinin nəticəsinə əsasən ümumiləşdirərək mümkün qədər minimal və uyğun antibiotiklə müalicə olunması tövsiyə olunur. Yəni bir ortaq antibiotik seçilməsi daha çox. Bəli. Çox sağ olun. Etibar Süleymanov belə bir sual verir. Doktor, dediniz ki, piuriyada antibiotik müalicəsi tövsiyə olunur. Yəqin asimptomatik deyirlər. Belə halda həmin bakteriya, qalxan yollar, retrograd yollar, digər xəstəliklərə yol açmır ki? Əgər xəstədə steril piuriyadırsa, mütləq burada başqa səbəblər araşdırılmalıdır. Əgər xəstədə həm bakteriuriya, həm piuriya varsa və bu xəstədə heç bir simptom yoxdursa, burada bir şey qeyd etməyi unutmayaq ki, bəzi xəstə qrupları var ki, mental durumundan əlaqəli və ya keçirilmiş yanaşı xəstəliyindən dolayı şikayətlərini doğru düzgün ifadə edə bilməyən və ya yaşlı xəstə qrupları var ki, məsələn, keçirilmiş insult ola bilər və ya yanaşı hər hansı başqa bir nevroloji xəstəliklər ola bilər ki, bu xəstələr hər hansı simptomunun olub-olmadığını bildirə bilmir.
Bu xəstə qruplarında da rutin müalicə olunmaq tövsiyə olunmur. Əgər xəstədə hər hansısa bir qeyri-adekvatlıq, temperatur, halsızlıq, süstlük, sepsis düşündürəcək bir dəyişiklik varsa və ya intoksikasiya düşündürəcək bir dəyişiklik varsa, bu xəstə qruplarında mütləq sidik yolu infeksiyası ilk olaraq ağılda tutulmalıdır, nəzərimizdə olmalıdır. Yox, əgər xəstə belə deyək də, şikayətlərini ifadə edə biləcək bir xəstədirsə və heç bir şikayəti yoxdursa, bakteriuriya, asimptomatik bakteriuriya, piuriya olsa da, olmasa da müalicə olunması tövsiyə olunmur. Bu hətta uşaq yaş qruplarında da, diabetli xəstələrdə də, hemodializ olan xəstə qrupları kimi riskli qruplarda belə İTSA 2019 tövsiyəsində tövsiyə olunmur və bununla bağlı araşdırmalar da var. Diabetli asimptomatik bakteriyası olan xəstələrdə hər hansısa bir böyrək yetməzliyi və ya hipertenziya riskini artırmır. Uşaq yaş qruplarında asimptomatik bakteriyası olan xəstələrdə gələcək üçün hər hansısa böyrəklə bağlı fəsadlaşmalar öz əksini və isbatını tapmamışdır. Çok sağ olun. Bu arada ben bir sual verim. Bu tip xəstələrdə Səxavət həkim, C-reaktiv zulalın klinik bir əhəmiyyəti varmı? Yəni söhbət yollar infeksiyası yox, söhbət bakteriuriyadan, piuriyadan gedir. Yenə də əlbəttə qarşılıqlı müzakirə apara bilərik. Mənim fikrim və tövsiyələrdən gəldiyim nəticə budur ki, və praktikada da belə istifadə eləyirik. Əgər xəstə asimptomatik xəstədirsə, bu xəstə qruplarında şəxsi praktikamızda yoxlama aparsaq da CRP dəyərlərində əhəmiyyətli hesab eləyə biləcəyimiz ciddi bir yüksəlmə olmur. Məsələn, 5 norma üzərindən bu xəstələrdə 40, 50, 30, 20 olmur. Mülayim yüksəlmələr ola bilər. Belə olduğu halda yanaşı səbəblərin araşdırılması daha məqsədə uyğun hesab olunur. Könül Əsədullayeva çox geniş, izahlı, ətraflı məlumat üçün təşəkkür edir. Doktor Mədinə xanım, Mədinə xanım salamlayırıq. Əlinizə və ağzınıza sağlıq doktor deyir sizə. Etibar həkim, Umanə xanım təşəkkür edirlər. Şamil Seydov təşəkkür edir. Nərminə xanım, infeksionist bildiyim qədər Nərminə xanım, ciddi ətilməsinin 2-dən artıq bakteriyanın inkişaf etməsi kontaminasiyanı göstərir. Təkrar nümunələr, siz Səxavət həkim bu barədə qeyd elədi və kontaminasiyalar hər zaman nəzərə alınmalıdır. Könül xanım, kateterə bağlı infeksiyada kultivasiya nəticəsi hazır olana dək empirik təyinat. Kateter infeksiyası olan xəstə qruplarında dediyimiz kimi, əgər xəstədə təcili müalicə tələb eləyəcək bir klinik durum varsa, o halda empirik antibiotik müalicəsi, slaytda da qeyd elədiyim kimi, bu xəstələr xəstəxana yatışının olmasından dolayı antibiotik rezistentliyi baxımından, yəni MDR qram neqativ riskli qrupa daxildir. Bu xəstə qruplarında ümumi vəziyyəti imkan verirsə, yəni reanimasyon yatış ehtiyacı yoxdur, klinik durumu stabildir. Sadəcə olaraq belə deyək də, yüngül simptomları var. Bu xəstə qruplarında xinolon, trimmetoprim, sulfametaksazol istifadə oluna bilər. Yox, ciddi bir sistemik şikayətləri varsa, temperatur daxil olmaqla, bu xəstə qruplarında mütləq xəstəxananın sürveyans göstəricisi dediyimiz rezistentlik göstəricilərinə əsasən və ya xəstənin olduğu ərazinin və ya ölkənin sürveyans göstəricilərinə əsasən MDR kimi yanaşılmalı və GSBL pozitivlik riskinin dəyərləndirilməsi mümkündür. Bizim kimi ölkədə bildiyim qədərilə sürveyans göstəriciləri yoxdur. Ümid edirəm inşallah qarşıdakı zamanlarda cəmiyyətin bu yöndə də bir fəaliyyəti olacaqdır. Bu ölkələrdə mütləq psevdomonası əhatə eləyəcək karbapenemlərdən istifadə olunması, əgər sistemik şikayətləri varsa, daha uyğun ola bilər. Çox sağ olun. Flora Məmməd Səyidli, çıxışınız üçün təşəkkür edirəm. Mən bir mikrobiolog kimi sualımı vermək istəyirəm. Biz antibiotikləri Eukastin cədvəlinə əsasən qoyuruq. Vacibdirmi ki,
vacibdirmi ki, mümkün olan bütün qruplardan antibiotik qoyaq? Ya bir neçə növ yetərlidir? Gözəl sualdır. Aydındır. Bildiyimiz kimi bizim ixtisasın adı son dövrlərdə Səhiyyə Nazirliyi tərəfindən dəyişdirilmişdi və beynəlxalq normalara uyğunlaşdırılmışdı. İnfeksion xəstəlikləri və klinik mikrobiologiya olaraq dəyişdirilmişdi. Düşünürəm ki, laboratoriyada olan mütəxəssis də qoyulan antibiotiklərin həssaslığına diqqət etməlidir. Yəni sadəcə olaraq EUKAS standartlarında bu verilib deyə mütləq bunlar qoyulmalıdırmı? Bəlkə də yanlış düşünürəm. Əlavə bir fikri olan varsa, icazənizlə qatıla bilərsə, qatılar. Əgər istifadə bizim ölkəmizdə dərman bazarında olan dərmanlar varsa və bu dərmanlara qarşı həssaslıq varsa və bir mikrobioloq bu antibiotiklərin sidik yollarına keçişini bilirsə, o halda şərt deyil ki, bütün antibiotiklərə qarşı həssaslıq qoyulsun. Məsələn, bəzən raporlarda biz görürük, tiqesiklinə qarşı həssaslıq qoyulur. Tiqesiklinin sidik yollarına keçişi bir o qədər deyil və bu bizim sidik yolları infeksiyasında seçim preparatımız deyil. Amma EUKA standartlarında var, bu qoyulubdur. Əlbəttə, artıq test qoyulmasının klinisist olaraq biz tərəfdən bir, belə deyək də, zərəri yoxdur. Amma bu kimi nüanslara diqqət olunması mənə elə gəlir ki, daha düzgün olar. Əgər həssasdırsa, suala yekun cavab olaraq şərt deyil ki, bütün antibiotiklərə qarşı həssaslıq qoyulsun. Mən də elə hesab edirəm. Yəni son zamanlar belə deyək, daha az antibiotika həssaslıq qoyulmağı, daha uyğun antibiotik həssas qoymağı daha məsləhət görülür. Çox geniş antibiotika qoyanda həkimlər də bəzən səhv edirlər də, belə deyək də. Hansısa orta həssaslığı olan bir antibiotika, hansı ki o sidik yolları infeksiyasına aktual deyil, bundan istifadə edirlər. Bu da əlavə antibiotik əlavə təsir deməkdir. Azər doktor, icazənizlə bir şey də qeyd edeyim. Məsələn, bəzən olur simptomatik sidik yolu infeksiyası olur. Bu daha çox xəstəxana daxili infeksiyalar olan durumlarda olur. Bu xəstələrdə XDR infeksiyalar inkişaf eləyir. Yəni demək olar ki, 1-2 antibiotika qarşı həssaslığı olur. Bu laboratoriyalarda məsələn kolistin, fosfomycinə qarşı həssaslıq qoyulmur. Digər dərman preparatlarının hər birinə həssaslıq qoyulur və qarşısına davamlıdır yazılır. Burada artıq əlbəttə kolistin kimi dərmanın nefrotoksiki təsiri var. Bizim üçün rezerv dərmandır. Bunun buna həssaslığı varmı, yoxmu? Bəlkə bu panrezistan bir ştamdır. Belə olduğu halda mütləq mikrobioloq bu məsələlərə diqqət eləməlidir. Zəng eləyib danışdıqda laboratoriya ilə niyə qoyulmayıb falan. O halda bizə öncədən deyilsəydi qoyardıq deyilir. Yəni bu klinikada rastlaşdığımız hallardır. Yəni bir mikrobioloq olaraq da bunlara diqqət etməyimiz yaxşı olar. Doğrudur. Əmin xanım sonradan qeyd edib ki, mən həkim mikrobioloqam. Aliyə xanım da belə bir həkimliyə aid bir sual verir. Doktor, sidik əkilməsində bütün aşkarlanan infeksiyalara antibiotik təyin edilməlidir, yoxsa E. coli pseudomonas olduqda? Yəni gəlib bu suala biz demək ki, cavab verdik. Əgər asimptomatikdirsə, törədicinin antibiotika həssaslığa münasibətindən və nə olmasından asılı olmayaraq asimptomatik bakteriyanın müalicə olunması dediyim xəstə qrupları istisna olmaqdan tövsiyə olunur. Gülnar xanım İsmailova, sidin kultivasiyasında xüsusən uşaqlarda hansı mikroorqanizmlərin aşkarlanması mütləq antibakterial müalicəyə göstərişdir? Burada müalicə kriteriyaları içərisində etioloji agentə görə sinifləndirmə yoxdur. Sadəcə olaraq kontaminasiya məsələləri diqqətdə saxlanılmalıdır. Çünki bəzi laboratoriyalarda bəzən belə deyək də çıxan nəticələr kontaminasiya kimi dəyərləndirilmir. Məsələn, staf epidermidis qeyd oluna bilər, hər hansısa bir streptokoklar qeyd oluna bilər, hansı ki, dəri mikroflorasında ola bilən bakteriyalardır. Düşünürəm ki, yüksək keyfiyyətli laboratoriyalar bu məsələlərə diqqət edirlər və bunun klinisistdə kontaminasiya olduğunu bildirən bir qeyd göstərirlər laboratoriya nəticəsində. Yəni, suala cavab olaraq deyə bilərəm ki, müalicə kriteriyalarında yaş qrupundan və heç bir qrupdan asılı olmayaraq etioloji faktora görə müalicə prinsipi yoxdur.
bayaqki fikrimizə Nərmin xanım sonra o da fikrini yazıb. Antibiotik həssaslıq testlərinin nəticələri məhdud şəkildə bildirilməlidir. Bu şəkildə antibiotiklər resistentliyin də qarşısı alına bilər. Bəli, Bəli. yazıyorum. Gülnar xanım davam edib. Şərti patogenlərin hansı miqdarda olması normal hesab edilməlidir və hansısa bir göstəricidən sonra şərti patogenlərə də müalicə tələb olunur. Dediyim kimi sidik yolları infeksiyalarında daha çox belə deyək də xəstəlik törədən infeksiyalar qrupu var. Bunların adını qeyd elədik. Escherichia coli, enterokoklar, Pseudomonas, Acinetobacter, Protey, bunlar daha çox Klebsiella rast gəlinir. Amma dediyim kimi burada şərti patogen və ya patogen deyə bir ayrım yoxdur. Sidik nəticə etibarilə steril bir biomaterial hesab olunur. Var. Nərmin xanım fikrini davam edib. Sağ olsun. Bu öskürək verir də. Məndə bir ay getdi öskürək yaşamaq. Asma dərmanları eləyə bir ay getdi. Doktorumuz, zəhmət olmasa səsi bağlayın. Yəqin eşitdi həkimimiz. Nərmin xanım fikrin davam edir ki, iPhone təyyar kimdir? Qoşulubdur. Nərmin xanım fikrin davam edib ki, Nərmin xanım, üzr istəyirəm. Kolistin üçün disk difuziya üsulu ilə nəticə verilmir. Yarım avtomatlaşdırılmış sistemlər ilə, yəni VTEC2 ilə MIC dəyəri nəticəsi verilə bilər, amma güvənli deyil. Ən etibarlı nəticə mikrodilüsiya üsulu ilə MIC dəyərinin təyin edilməsidir. Bəli, Azər doktor, mən də Nərmin xanımın fikirlərinə qatılıram. Düşünürəm ki, buna görə də mütləq infeksionist və mikrobioloqun belə deyək, əməkdaşlığı mütləqdir və xəstə idarə olunmasında mütləq əməkdaşlıqla xəstə idarə olunmalıdır. Amina doktor, salamlayıram hər birinizə. EUKAS standartları ilə işləyirlər, lakin bir çox mikrobioloqlar mütəmadi olaraq aparatın yeniləndirməsini bilmir və səhvlərə yol verirlər. Bilirik ki, bəzi antibiotiklər həssaslıq qoyulmamalıdır və qoyulur. Klinisiz isə buna uyğun müalicə yazdıqda hər zaman effekt görməyə bilər. Çünki klinisiz səhv edir. Yəni, bu nəticədə mən də onu deyirdim də. Yəni, bu səhvlər azalsın deyən, resistentlik azalsın deyən konkret məqsəd yönlü antibiotiklərə həssaslıq qoyulmalıdır. Çox doğru qeyd elədiniz ki, ümumiyyətcə infeksiyonist laboratoriya ilə çox əlbir iş, belə deyək də, əlbir biraz düzgün alınmadı, çox əlaqəli işləməlidir. Bəli. Bir ayağı infeksionistin laboratoriyada olmalıdır. Bu hər zaman belə olub, belə də olacaq düşünürəm. Çünki ayrıca Nərmin xanım yazır ki, təbii ki, doktor mütləq şəkildə kommunikasiya olmalıdır. Müzakirə və məlumatlara görə çox sağ olun. Amina doktor, infeksionist və mikrobioloqla birlikdə daimi konsultasiya şəklində işləməlidir. Bizim assosiasiyada çox düzgün qərar qəbul elədik ki, biz assosiasiyanı infeksionistlər yox, infeksionist və klinik mikrobioloqlarla bir yerdə etməliyik ki, bu gələcək üçün bir töhfə versin. Və bu məqamda mən professor Təyyar Eyvazova da təşəkkürümü bildirirəm. Çünki bu təşəbbüs onundur. Vasif doktorla bir yerdə bu assosiasiyanın yaradılmasında çox əziyyət çəkiblər və hər birini salamlayıram. Deyəsən, suallarımız bitdi. Səxavət həkim, kifayət qədər də vaxtımız 1 saat 10 dəqiqədə axır tükürdük. Mən sizə təşəkkür edirəm. Bizi dinləyən həmkarlarıma təşəkkür edirəm. Bizə bu fürsəti yaradan assosiasiya, eyni zamanda bizim Günay xanıma bu fürsəti yaratdığı üçün, bu texniki fürsəti mən təşəkkürümü bildirmək istəyirəm. İcazənizlə yekunlaşdıraq. Hər birinizə uğurlar. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.